Yeni bir mənzillə hamımızın qarşınızdayıq. Az bir vaxt ərzində sizə 3 otaqlı bir mənzil təqdim edəcəm. Yeni Yasamalda Albalı uşaq bağçasının tam yanında, yeni tikili, premium layihəli bir binada 3-cü mərtəbədə 3 otaq 134 kvadrat ölçülü bir mənzildəyik. Dəhliz hissədən daxil olacaq mənzilin geniş, işıqlı, kvadrat ölçülü bir qonaq otağına, dəyərli izləyicilərimiz. Və qonaq otağı boyunca geniş bir eyvan hissə var. Mənzildə qaz, su, işıq təminat fasiləsizdir, sənəd çıxarış kupçadır. Dövlət ipotekası tam yararlı bir mənzildir. Keçək digər hissələrlə tam şəkildə tanış olaq. Qeyd etdiyimiz kimi qranit mərmər hissələr istipola təsis olunub, divarda gözəl aboylardan, levka işləmələr və daraq işləmələrdən istifadə olunub. Burada birinci sanitar qovşağımız tualet hissəsi. Burada isə mənzilin hamam hissəsi yerləşir. Lazım olan aksesuarlarla tam şəkildə təmin olunub. Burada mənzilimizin gözəl bir mətbəx hissəsi var. Xanımlarımızın ən çox sevdiyi hissə olan mənzilin mətbəx hissəsidir və mətbəxdə də gördüyünüz kimi tam bu axıra qədər membrandan yığılmış mətbəx hissə və eyvana çıxış mövcuddur. Mənzilin hal-hazırda necə gün düşdüyünü də aydın şəkildə görürsünüz. Keçək digər hissələr olan mənzilin yataq otaqları ilə tanış olaq. Mənzilimiz qanuni 3 otaqdır. Heç bir dəyişiklik olmayıb. Proyekt nədirsə o şəkildə də təmir olunub. Burada mənzilin birinci yataq otağı və yataq otağı boyunca geniş bir eyvan hissə mövcuddur. Döşəmədə laminatdan istifadə olunub. Hündürlük 3 metrdən artıqdır. Burada isə mənzilin ikinci yataq otağı olan uşaq yataq otağı yerləşir. Çox gözəl gün düşən bir mənzildir. Əziz izləyicilərimiz, özünüz də görürsünüz. Gəlin, ümumilikdə mənzil haqqında tam məlumatları sizlərə verəcəyik. Mənzilimiz Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Əsəd Əhmədov küçəsi, Albalı uşaq bağçasının tam yaxınlığında yeni tikili 17 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir. 134 kvadrat sahəyə malik bu mənzilimiz təcili olaraq 278 min manata satışa təklif olunub. Daha doğru məlumat üçün əlaqə nömrələrimiz səhifədə var. Əlaqə saxlaya bilər, mənzilə əyani şəkildə də baxa bilərsiniz. Mənzil haqqında bu qədər. Növbəti çəkilişdə görüşənədək.